Əkiz hamilələr ekrana yaxın əyləşin. Bugün sizə nələrə diqqət etməyiniz haqqında məsləhətlərim olacaq. Ümumiyyətcə, çoxul hamiləlik, yəni əkiz və yaxud da üçüz hamiləlik tək hamiləlikdən fərqli olaraq riskli hamiləlik qrupuna aiddir. Bəli, belə hamilələrdə 12-ci həftəyə qədər implantasiya dönəmində, yəni dölün uşaqlıq boşluğuna nidasiyası zamanı qanamalar tək hamiləliklərə nisbətən daha çox rastlanır. Əkiz hamilələrə önərilərimiz hansılardır? Onlar çəki kontroluna diqqət etməlidirlər. Çalışmaq lazımdır ki, əkiz hamiləlikdə maksimum 17-20 kilonun üzərinə çəki almasınlar. Çünki əkiz hamilələrdə tək hamilələrlə müqayisədə gestasyon diabet, yəni hamiləliyə bağlı şəkər, hamiləliyə bağlı təzyiq, preeklamsiya daha çox rast gəlinir. Və bir də bu notumu unutmayın, əgər siz əkiz hamiləlisinizsə, mütləq qaydada ginekoloji kontrola 3-cü trimestrdən 2 həftədən bir, yəni 15 gün aralıqla getməyiniz məsləhətdir. Bu da sizdə vaxtından qabaq doğuş riskinin qarşısını alınmaqda çox gözəl bir tədbirdir.